Görürsünüz, bu maşının kraskasıdır, atıb. Bu Elantralarda xəstəlikdir, yoxsa nədir mən bilmirəm. Bunun altında nə gedir belə? Vinildir, nədir belə? Yox, vinil deyil. Ümumiyyətcə, hansı səbəbdən belə kraska atır? Siz deyin, şərhlərdə yazın. İndi bu Kitay maşını olsaydı bilirəm, çoxunuz indi videonu götürüb paylaşım eləyəcəydiniz, biabır eləyəcəydiniz. Amma bu Elantra deyən adı üstündədir də. Bunun sevənləri, qaqaları var. Ona görə də kim əgər bu maşını da istəsə, bunu da alıb göndərmək mümkün. Ən əsas avtomobil kraskasından mən bəhs elədim. Yerində olan qiyməti $4300. Avtomobil də cəmi bir həftəyə çatır meyvəli gömrük terminalına. Ucuz, sərfəli, yavaş-yavaş deyir. Moskva birdən qurulmayıb ki, az sür də. Bu var, açarsız daxil olması var. Avtomat karobkadır. Hyundai Elantra istəyirəm deyənlər. Yəni bazarın ot tutan vaxtında mən sizə ucuz təklifləri. Əgər maraqlısa 055 248 24 14 hansı maşını axtarırsan, biz sizin üçün ən minimal qiymətə axtarıb tapıb qiymətlərdən məlumat veririk. Cəmi bir həftəyə də maşın çatır Azərbaycana.